Elhamdülillahi Rabbil alemin vel akibetu lil muttaqin ve la udvana illa alel zalimin ve usalli ve usellimu alel meb'uthi rahmeten lil alemin Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men itteba'a bi sünnetihi ila yevmiddin amma ba'd. Deməli, mühtərəm müsəlmanlar, burada bəzi insanlar var, hansılar ki, təkfirçi və xavaricdilər, məşhur türkəli, xarici və təkfirçi Əbu Hanzalanın tələbəsidirlər. Əbu Hanzalanı özlərinə hoca götürüblər, onun dərslərini tərcümə edib keçirlər, öz zəhərlərini ondan alıb ətrafa saçırlar. Amma öz xariciliyini nə qədər gizləmək istəsələr də Allah onları ifşa edir. Bu dərsdə belə insanlardan olan biri barədə danışmaq istəyirəm. Onun bizə verdiyi cavab barədə danışacağım Allahın izni ilə bir neçə tərəfdən. Ümumiyyətlə sizə də məlumdur ki, möhtərəm müsəlmanlar, belə ətbalar, bəlli olmayan şəxslər barədə danışmaq bizim yolumuz və üslubumuz deyil. Biz danışdığımız zaman bunların böyükləri, hocaları, fikir babalar barəsində danışırıq. Bu naməlum, məchul şəxs barədə danışmağımın bir neçə səbəbi var. Birinci və ən əsas və başlıca səbəbi budur ki, Musayevi kimləri müdafiə etdiyini görüb biləsiniz. Və ikinci səbəb də budur ki, bəzi qardaşlar, Allah onları islah eləsin, bu insanı tanımadıqları, kimdən, hardan elm alıb, hansı əqidə və mənhəcin, elmin sahibidir bilmədikləri halda o pafoslu gözəl çıxışlarına aldanıb buna qulaq asırlar. Bizdən də həmişə soruşulduqda demişik ki, bu insan bilinmir kimdir, ən azından məchul biridir. Əsl də odur ki, məchul insanlardan elm almaq olmaz. Əsl budur. Necə ki, Muhammed bin Seyrin rahimehullah buyurur ki, həqiqətən bu elm dindir, sizdən biriniz dinini kimdən götürdüyünə baxsın. Bu rəddiyədə isə artıq o məchulluq ortadan qalxacaq, pərdələr çəkiləcək, maskalar düşəcək və həmin insanın həqiqi yüzünü görəcəksiniz Allahın izni ilə. Sadəcə olaraq bu rəddiyənin gecikməsinə səbəb, necə ki, qardaşlar da bilir, bizim doktorantura işi ilə məşğul olmamızdır. Ümumiyyətlə, rəddiyələrin gecikməyinin səbəblərindən də biri budur. Ən mühüm məsələ də budur. O bildirmək istəyirəm qardaşlara ki, yəni Allahın izni ilə doktorantura işimi yazdığıma görə və mövzu böyük olduğuna görə bu cür rəddiyələrə çox vaxt ayıra bilmirəm. Və bu o demək deyil ki, biz kiməsə rəddiyə verə bilmirik və yaxud kimdənsə çəkinirik. Xeyr, rəddiyə gecikə bilər, amma bu o demək deyil ki, rəddiyə kimsə cavabsız qalacaq. Nəqulu və billəhi tövfiq. Qulaq asın görün, nə deyir? Deməli, burada başqa bir sual var. Sual verən soruşur ki, bir kimsəyə kafir və yaxud da müşrik dedikdə, onun canını, malını, qanını halal mı görmüş olur insan? Bəzi insanlar bunu iddia edirlər və deyirlər ki, sən heç kimə kafir deyə bilməzsən. Əgər kafir demiş olsan, onun canını, malını, qanını halal görmüş olarsan. Bu doğrudurmu? Xeyr, bu məsələyə fərqli, yəni bunun həmən muhtemelen kimlərdən çıxdığı insanlara mərufdur. İnsanlar bilirlər bu kimi cümlələr kimlərdən çıxır. Birinci, bu suala və onun qoyuluşuna cavabımdır. Deyirəm ki, birinci, bu sual müğalatadır. Yəni, bu da bidət əhlinin üslubudur. İnsanları çaşdırmaq, yanlış müqəddimələr qoymaq ki, axırda nəticələr özləri istədikləri kimi olsun. Bu, əslində bu sualı belə qoymaq səmimiyyətsizlikdir. Elə sualın qoyuluşu və onu olduğu kimi təsdiqləmək səmimiyyətsizliyə dəlalət edir, sadiqliyə yox. İkinci, bu sual zülümdür. Bu sual zalimcasına verilib və zalimcasına təsdiqlənib. Bu sual əslində bizə zülümdür. Bizi ittiham eləməkdir. Çünki düşmənin belə olsa Allah onlara zülm etməyə qadağan edib. Necə ki, Allah Teala deyir ki, وَلَا يَجْرِمَنَّكُمْ شَنَعَانُ قَوْمٍ عَلَى أَلَّا تَعْدِلُوا اَعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَى. Bir qövmə qarşı olan düşmənçiliyiniz sizi ədalətsizliyə sövq eləməsin. Adil olun. Həqiqətən bu təqvaya daha yaxındır. Əgər həqiqətən də bu sualı bu insanın özü hazırlamayıbsa, ona vacib olan o idi ki, suala düzəliş versin. Desin ki, xeyr qardaş, onlar elə demirlər. Onlar demirlər ki, heç kəsi təkfir edə bilməzsən. Onlar deyirlər ki, İslamı sabit olan bir əsli müsəlmanı şirk və küfr etdiyi zaman şərtlər yerinə yetirib maniyələr ortadan qalxmamış təkfir edə bilməzsən. Çünki bizim etiqadımız budur. Bu sualda bizə zülümdür və bu sualı təsdiqləmək də bizə zülümdür. Üçüncü, onu demək istəyirəm ki, bu sual barədə, bu sual və bu sualı təsdiqləmək bizi cəhmilikdə
bəl'amlıqda, küfürdə və şirkdə ittiham etməkdir. Allahu Ekber. Niyə görə bu bizi küfürdə, şirkdə ittiham etməkdir? Çünki müşrikə müşrik deməyənin özü müşrikdir. Necə ki, Muhammed bin Abdülvahhab rahimehullah buyurur ki, Navaqidül İslam'da "Əs-salis men lem yukeffirul müşrikina aw şakka fi kufrihim aw sahhaha mazhabahum fehuve kafir." Kim müşrikləri təkfir etməzsə və yaxud onların şirkində şək edərsə və yaxud onların dinini doğru olduğunu etiqad eləyərsə, o da kafirdir. Bu insan da elə görsənir ki, elə bilərəkdən bu sualı qoyub, ya da bilərəkdən bunu təsdiqləyib ki, bizi küfürdə itham etsin. Çünki bu insanın mənhəci də elə budur. Cahilliyi üzür görənləri, cahilliklərindən, bilmədiklərindən dolayı şirk edənləri, şərtlər yerinə yetib, maniyələr ortadan qalxmamış, təkfir etməyənləri təkfir etmək. Elə mən buna əsasən də deyirəm ki, bu sual mahircəsinə qoyulub, hiləgərcəsinə qoyulub və hiləgərcəsinə də cavablandırılıb. Çünki bu adam və onun hocaları belə insanların kafir və müşrik adlanmasında cahilliyi üzür görmür, onları təkfir edir. Və eləcə də Allahın hökmü ilə hökm verməməyi böyük küfürdən görür. Və Allahın hökmü ilə hökm verməyən hakimləri bu məsələdə sələf alimlərindən gələn təfsilata baxmadan birbaşa təkfir edirlər. Bu və bunun hocaları. Və hətta bundan daha ötəsi, şərtlər yerinə yetib, maniyələr ortadan qalxmadan və cahilliyi üzür gördüklərinə görə, cahilliklərindən dolayı şirk edən müsəlmanları təkfir etməyənləri, təkfirdən çəkindirənləri belə təkfir edirlər. Yəni, azirləri belə təkfir edirlər. Azirləri belə təkfir edirlər, bunların təbiri ilə desək. Yəni, bu insan və bunun şeyxləri cahilliyi üzür görənləri belə təkfir edirlər. Sonra da deyir ki, mən xavariz deyiləm, mən təkfirci deyiləm. Əgər bu və bunun Əbu Hanzala hocası xavariz deyilsə, onda yer üzündə heç xavariz yoxdur. Baxın, Allah şahiddir ki, özümdən nəsə demirəm, sübut edəcəm sizə indi, bu insan güya indi təkfirdən çəkindirir. Yəni, bunun belə bir dərsi var, adı belədir, ey müsəlman təkfirdə həddi aşma. Yəni, güya o dərsdə təkfirdə həddi aşanlara nəsihət edir. Yəni, deyə bilərsiniz ki, nə yaxşı qardaş, yəni bu təkfirçiləri rəddiyə verir, təkfirçilikdən çəkindirir, haqsız yerə təkfir edənləri məzəmmət eləyir. Deyirəm ki, xeyr. Bunun qəsdi həqiqi təkfirçilərə rəddiyə deyir. Bunun qəsdi əslində özünü təkfir edənlərə rəddiyədir. Çünki bununla öz xarici qardaşlarının arasında hansısa məsələ barəsində fikir ayrılığı yaranıb, bu yaxınlarda o məsələ də qabağıma çıxmışdı. Və bu məsələyə görə bunun xarici qardaşları Həzminin sözünə əsaslanaraq bunu təkfir ediblər, kafir ediblər bunun özünə. Yəni, umumən xavarizlər belədir. Tarix boyu aralarında fikir ayrılığı yaranır, biri o birini təkfir edir, ortaya başqa bir xavariz firqəsi və cəmaatı çıxır. Bu da təkfir edildilər, atdılar qırağa. Yəni, həmin o təkfiri bu öz gönlündə, həmin təkfirin ağrısını, acısını hiss elədiyinə görə çıxdı, ey müsəlman, təkfirdə həddi aşma. Yarım saatlıq danışıb. Bunun təkfirdə həddi aşanlara verdiyi rəddiyə onlara aiddir. Yoxsa müsəlmanı qeydsiz, şərtsiz təkfir edənlərə, Allahın hökmü ilə hökm verməyən hakimləri, dövlət başçılarını təfsilata varmadan qeydsiz, şərtsiz təkfir edənlərə rəddiyə vermir bu insan. Niyə? Çünki bu da elə o məsələlərdə həmin xavariclərin əqidəsindədir. Həmin xavaric qardaşları ilə bir əqidədədir. Baxın, görün nədir? Baxın, səsinə qulaq asın, görün özü nə deyir. Bu günləri Allah Azə və Cəllə nəsib edərsə, təkfirdə həddi aşmaq nədir? Bir insan təkfirdə necə həddi aşa bilər və bu insanlara qarşı etməmiz gerəkən müamilə nədir? Allah Azə və Cəllənin izinə bundan danışacaq. Lakin bizim buradan danışacağımız şey bu deyildir. Şirk edən insanları təkfir etmək və ya tağutları təkfir etmək, bu aşırılıq deyildir, bu tövhid əqidəsidir. Yəni, bu danışdığımız şeyləri kimsə yanlış anlamasın. Bizim bu danışacağımız şeylər tövhid əqidəsinə zidd olan və cəhmi dəvətçilərinin insanları təkfirdən çəkindirdikləri kimi bütün peyğəmbərlərin gəliş səbəbi olan təkfirdən çəkindirmək deyildir. Bu təkfirdən çəkindirmək insanı zındıq edər. Bu təkfirdən çəkindirmək insanı bəl'am edər. Və bunlardan Allah Azə və Cəlləyə sığınırıq. وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Biz hər ümmətə Allaha ibadət edin və tağutdan çəkinin deyə bir peyğəmbər göndərdik. Bu bütün peyğəmbərlərin dəvətidir. Və biz insanlara əsla və əsla bu şeydən çəkindirməliyik. Əksinə bizim dəvətimiz insanları bunadır.
bütün peygamberlerin dəvəti olan Allah'a ibadet edin və tağutlardan çəkinin deyə bütün peygamberlerin dəvətinədir. Fakat bugün zikr edəcəyimiz məsələ İslamı sabit olan, Allah'a ibadet ettiği kimi tağutlardan, şirkten ve şirk ehlinden beri olan insanlar hakkındadır ki, bir Müslüman özüyle yanlış anladığı veya öz cehaletinden dolayı öz Müslüman kardeşini tekfir etmesidir ki, aşırılık dediğimiz şey budur. Fikir verin, görün ne deyir bu insan? Deyir ki, peygamberlerin gönderilmesinin sebebi olan tekfir. Allahu Ekber. Bu adam ne kadar cahil olduğu da ortaya çıkır. Hiç peygamberlerin gelmesinden məqsədin ne olduğunu bilmir. Kim deyib ki, peygamberlerin gelmesinin sebebi tekfirdir? Hansı alim deyib bunu? Tekfir deyir, amma sonra ayət zikr edir ki, hansı ki orada inkara aiddir. Necə ki Allah Teala deyir ki, وَلَقَدْ بَعْثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنْ يَعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Biz hər ümmətə peyğəmbər göndərdik ki, Allah'a ibadət edin, tağutdan çəkinin. وَاجْتَنِبُوا الطَّاغُوتَ. Tağutdan çəkinin. Tağut da nədir? Allah'tan başqa ibadət olunanlar, Allah'tan başqasının ibadəti. Necə ki Muhammed ibn Abdülvahhab və başqaları qeyd edir bunu. Yəni bu ayədə isbat və inkar var. Allah'a ibadət edin və Allah'tan başqasının ibadətindən çəkinin. Burada mən tağutun mənasını çox girməyəcəm. Çünki Tohid kitabının şərhində 3 dərsdə bu barədə danışmışam. Kim istəsə qayıdıb təfsilatla tağutun dəlillərini və mənasına baxa bilər. Biz bildiyimiz kimi peyğəmbərlərin göndərilməsindən əsas səbəb, məqsəd və qayə Tohiddir. Nəinki peyğəmbərlərin göndərilməsindən, hətta bəşəriyyətin yaranmasından, cənnət və cəhənnəmin var olmasından əsas məqsəd Tohiddir. Allahı ona məxsus olan şeylərdə təkləşdirmək. Qayə və məqsəd budur. Təkfir isə qayə deyil, vəsilədir. Tohidi qorumaq üçün olan bir vəsilədir. Özü özlüyündə səbəb və qayə deyil. Birinci tohidi və əqidəni öyrənirsən, qayə olduğu üçün. Sonra əhkamları öyrənirsən ki, tohidi yerinə yetirib onu gerçəkləşdirəsən. Sonra şirki, küfrü, nifaqı, asiliyi, fiski, udvanı, bağdanı, fəvahişi və s. öyrənirsən ki, tohidin ya əslinin ya da kamil vacibliyinin getməyini qoruyasan. Deməli, təkfir özü özlüyündə qayə səbəb deyil. Yəni, peyğəmbərlərin göndərilməsindən səbəb təkfir deyil, tohiddir. Təkfir yalnız tohidi qoruyan bir vəsilədir. Təkfiri, dindən çıxaran şeyləri tohidi qorumaqdan ötürü öyrənsən. Bunu biz Məqasid fi İdrasi Tohid dərslərimizdə izah eləmişik, şərh eləmişik. O insan ki, təkfiri peyğəmbərlərin göndərilməsi səbəbi görür, ondan dahi başqa nə gözləyəsən. Bu dərsdə biz tağutları təkfir edirikdən qəsdi hakimlərdir. Deyir ki, biz tağutları təkfir edirik. Yəni, öz qardaşlarına da demək istəyir ki, biz hakimləri təkfir edirik, tağutları təkfir edirik. Yəni, biz də sizdən qorxmayın. Çünki o, Allahın hökmü ilə hökm verməməyi böyük küfrdən görür. Bunun bir dərsi var. Deməli, Əbu Hanzal Hocasının da eyni dərsi var. O da həmin dərsini Əbu Hanzal Hocasının dərsindən ixtisar edərək danışıb. O da Nəcaşi şübhəsinə cavabdır. Yəni, ümumiyyətlə, bu insanın bir neçə dərsi var. Yəni, birə-bir Əbu Hanzaldan götürüb eyni dəlilləri zikr edir, eyni argumentləri təkrar edir, eyni alimlərin eyni sözlərini gətirir. Yəni, bu dərslərdən birinin adı Kül hədisidir. İnşallah, qarşıda Allahın izni ilə ona da cavab verəcəyik. Bu Nəcaşi şübhəsinə də cavab verəcəyik. Amma bu insanın danışdığına görə yox. Əbu Hanzala hocası danışıb, bu onu tərcümə edib insanlara sırdığına görə ona cavab verəcəyik. Yoxsa belə insanlardan çox görmüşük. Əbu Bəkirdən bu yana gələr, belə tez yanıb, tez kül olan şölələr onlarla bəlkə də yüzlərlədir. Bu insanın elmi səviyyəsi bizim heç tələbələrimizin elmi səviyyəsinə çatmır. Nəinki bu heç. Bunun hocası Əbu Hanzala heç bir şey deyil. Allah Teala onu axırıncı müsahibəsində, Türk kanallardan birinə verdiyi müsahibəsində ifşa elədi. Kimdən elm alıb? Özü də deyir ki, mən üçün fərqi yoxdur. Kimdən gəldi? Əgər bir hoca deyir, öz maddəsini gözəl şəkildə tədris edirsə, mənə fərqi yoxdur, onun əqidəsi nə olursa olsun, ondan elm alacam. Hatibul Leyldə adam, yəni gecə odun yığana bənzəyir. Odun da yığır, ilan da yığır, əqrəb də yığır. Özü də deyir ki, etiraf edir ki, öz dili ilə Allah ifşa elədi ki, icazətlərin təriqət şeyxindən alıb. Fəqr şey lə yu'tih. Görün nə deyir? Görün, Nəcaşi şübhəsinə cavabda nə deyir? Bunlar iddia edirlər ki, mucizələr Nəcaşi haqqında o Müslüman olduqdan sonra Allahın endirdiyi ilə hökm etmədi. Bu birincisi. Sonra deyirlər ki, Nəcaşi vəfat etdiyi zaman Allah Resulü sallallahu aleyhi və səlləm Allahın hökmü ilə hökm etməyən bir insanın cənazəsini qıldı, ona Müslümanlara edilən müameləni etdi. Və sahabələrə də dedi ki, bugün salih bir insan ölmüşdür və ya başqa bir rəvayətdə qardaşınız vəfat etmişdir, qardaşınızın cənazəsini qılın dedi. Çox gözəl.
Bununla nə demək istəyirlər? Demək istəyirlər ki, bu günləri bizlər də Allahın endirdiyi ilə hökm etməyən insanları təkfir edə bilmərik. Onlar müsəlmandırlar, öldükləri zaman cənazələrini qılarıq, onların arxalarında gərəkdiyi zaman namaz qılarıq, onlar müsəlmandırlar, biz onları təkfir edə bilmərik. Allahın endirdiyi ilə hökm etməmək küfür deyildir, bu kiçik küfürdür. Əgər bu böyük küfür olsaydı, Allah Rasulü Nəcaşini təkfir edərdi, onun cənazəsini qılmazdı. Biz də cavab olaraq bunlara deyirik ki, Fikir verdiniz qardaşlar. Birinci deyir ki, mürciyələr belə deyir. Əslində inşallah buna rəddiyyədə gələcək ki, bu söz İbn Teymiyyənin sözüdür. İbn Teymiyyə Nəcaşinin qissəsi ilə dəlil gətirir. İkinci, bu sözü ilə Allahın hökmü ilə hökm verməyən bütün müsəlman hakimləri təkfir edir. Tək elə bu məsələ onun xavaric olmasına kifayətdir. Möhtərəm qardaşlar. Tək bu məsələ onun xavaric olmasına kifayətdir. Niyə? Çünki Allahın nazil etdiyi ilə hökm verməyənləri təfsilatsız şəkildə kafir adlandırmaq, Əhl-i Sünnə vəl Cəmaatın yolu ilə xavariclərin yolu arasında əsas fərqlərdən biridir. Yəni, alimlər bu vəsfi xavariclərin şüarı kimi qiymətləndiriblər. Allahın hökmünə hökm verməyənləri böyük küfür görərək, bu məsələni böyük küfür görərək hakimləri birbaşa təkfir etməyi. Ona görə böyük tabiin alimlərindən olan Səid bin Cübeyr rahimehullah buyurur ki: "Və mə yəttəbi'ul haruriyyətu minəl mutəşəbihi qavlullahi azza və cəl və mən lem yahkum bima anzalallahu fa ulaika humul kafirun." Maidə surəsinin 44-cü ayəsi. Buyurur ki, harurilərin, yəni xavariclərin tabi olduğu mütəşabih ayələrdən biri də Allah Taala'nın bu sözüdür. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə onlar kafirlərdir. Sonra rahimehullah buyurur ki: "Thumma yaqra'una ma'ha thumma allazina kafaru bi rabbihim ya'dilun." Ənam surəsinin 1-ci ayəsi. Sonra onunla yanaşı bu ayəni oxuyurlar. Sonra kafir olanlar hələ də öz Rəbbinə tay tuturlar. فَإِذَا رَأَوُوا الْإِمَامِ يَحْكُمْ بِغَيْرِ الْحَقِّ قَالُوا قَدْ كَفَرَ. Əgər görsələr ki, imam haqdan qeyrisi ilə hökm verir, haqla hökm vermir, deyirlər ki, artıq kafir oldu. فَمَنْ كَفَرَ عَدَلَ بِهِ. Kim kafir oldusa ona tay tutdu. وَمَنْ عَدَلَ بِرَبِّهِ فَقَدْ أَشْرَكَ بِرَبِّهِ. Kim Rəbbinə tay tutdusa artıq Rəbbinə şərik qoşdu. فَهَؤُلَاءِ الْأَئِمَّةُ مُشْرِكُونَ وَمَنْ أَطَاعَهُمْ. Bu hakimlər və onlara tabi olanlar müşrikdirlər. Fəyəxrucunə fəyəf'alunə mə rəəytə. Hakimə qarşı çıxıb gördüyün fitnələri törədirlər. Ləənnəhum yətəəvvəlunə həzihil ayə. Çünki onlar bu ayəni belə təvil edirlər. Bunu təfsirdə Əbu Bəkr Muhammed bin İbrahim bin Munzir rahimehullah və eləcə də İmam Əcuri rahimehullah rivayet etmişdir. Deməli bu insan bizi həm cahilliyi üzür görüb bunun müşrik və kafir gördüklərini kafir görmədiyimizə, həm də bunun tağut sayıb təkfir etdiyi hakimləri təkfir etmədiyimizə görə bizi təkfir edir, Cəhmi və Bəl'am adlandırır, Murciə adlandırır. Bu da onun sübutu. Baxın bunun növbəti bir səsini dinləyin, görün nə deyir bu səsində. Allah Azze ve Celle bütün peygamberleri bundan dolayı göndermiştir. Bu benim sözüm müdür? Hayır. Bu Allah Azze ve Celle'nin öz sözüdür. وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اِعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Biz her ümmete Allah'a ibadet edin ve tağutlardan istinab edin, uzak durun diye bir peygamber gönderdik. Ama siz neydirsiniz? Allah'a şirk koşan, hatta işi avardıb Allah'ı söyleyen insanların böyle önüne geçirsiniz. Onların önünde kalkan kimi durursunuz. Onları müdafiə edirsiniz. Onlardan ötürü sizinle bir eyni düşünen, fakat aradaki mesele siz şirk koşan insanları müdafiə ederek İslam'la bağınızı ayırmışsınız. Biz ise onları tekfir ederek tevhid edilmesi üzerine kalmışız. Ama diğer meselelere baktığımız mənbələr bir. Döndüğümüz bütün meseleler bir. Fakat siz neydirsiniz? Sizin tek probleminiz Allah'a şirk koşan insanları müdafiə ederek onların yanında yer alırsınız ve Allah katında da onlarla eyni hükümdəsiniz. Fikir verin, diqqət edin. Yəni bizi iki tərəfdən təkfir elədi. Cahilliyi üzü gördüyümüzə görə, şərtlər yerinə yetib, maniyələr ortadan qalxmamış, cahil müsəlmanlar şirk etdiyinə görə, təkfir etməyimizə görə bizə dedi ki, siz İslamla bağınızı ayırmasınız. Biz isə tövhid əqidəsində qalmışıq. Bu bir. Bu nədir? Bu dünyada kafir adlandırmaqdır. Kafir hökmü verməkdir, adı verməkdir ki, biz müşrik kafirik. Niyə görə? Kafirlərə kafir demədiyimizə görə. Yəni bunun kafir dediklərinə kafir demədiyimizə görə, şirkdə cəhaləti, üzürü gördüyümüzə görə bizi müşrik və kafir adlandırdı. Dedi ki, İslamla bağınızı ayırmısınız. Yəni İslamdan çıxmısınız. İslamdan da çıxan nədir? İslamdan çıxan kafirdir. Bunda heç bir şək yoxdur. Açıq aydın. Ya da deyə bilər ki, yox, İslamdan çıxmısan, amma küfrə girməmsən, bu da mötəzilərin sözüdür. Ya xavariclərin sözündədir, ya da mötəzilərin sözündədir. Bu bir. İkinci isə deyir ki,
Siz onları müdafiə etdiyinizə görə Allah qatında da onların hökmündəsiniz. Bu da axirətdə bizə hökm verir. Fikir verin qardaşlar, yəni bunun sözünün məğzi mənası budur. Biri var insanların qatında müşrik, bir də var Allah qatında müşrik. Heç cahilliyi üzür görməyən alimlər bunu kimi demir. Onlar cahilliyi uzbatından şirk olanları bu dünyada müşrik adlandırsalar da deyirlər ki, ahirətdə Allah qatında üzürlü ola bilərlər, imtihan olunacaqlar. Əgər üzürləri varsa, müşrik olmayacaqlar, cənnətə girəcəklər. Üzürləri yoxdursa, müşrik olacaqlar, cəhənnəmə girəcəklər. Bu isə bizə deyir ki, Allah qatında da onların hökmündəsiz. Yəni, ahirətdə də Allahın qatında da kafirsiz, müşriksiz və əbədi cəhənnəmdəsiz. Yəni, əgər bu xavariclik deyilsə, başqa xavariclik nədir? Əgər cahilliyi üzür gördüyümə görə, şərtlər yerinə yetməmiş, maniyələr ortadan qalxmamış, kim bir müsəlmanı təkfir etmədiyimə görə məni təkfir edirsənsə, heç olmasa denən ki, bu barədə ixtilaf var. Alimlərin bəziləri üzür görür, bəziləri üzür görmür. Küfr olmayan bir məsələyə görə sən məni dindən çıxardırsansa, bu xavaricilik görsə, nədir xavaricilik? Xavaricilərin simalarındandır ki, onlar küfr olmayan şeyə görə bir müsəlmanı dindən çıxardırlar. Baxın, xavaricilər deyilir ki, böyük günaha görə təkfir edirlər. Əslində daha dəqiq ibarəni Şeyxülislam İbn Teymiyyə deyib onlar barədə. Deyir ki, əksinə onlar özləri nəyi böyük günah görüblərsə ona görə müsəlmanları dindən çıxardırlar. Yəni onlar niyə görə xavaricilərdir? Çünki Allahın dindən çıxartmadığı bir şeyə görə müsəlmanları dindən çıxartmaq. Böyük günahlar dindən çıxartmır axı. Bu isə nəinki böyük günah, hətta ixtilaflı bir məsələyə görə bizi dindən çıxardır. Dindən çıxardır, ahirətdə də deyir ki, Allah qatında da deyir ki, eyni hökmdəsiniz. Yəni o şeyxlər ki, o müsəlmanlara ki, deyirlər ki, dünyada kafirdirlər, amma ahirətdə Allah bilir onların hallarını, onlar onun Allah qatında hökmünü vermirlər. Bir var müsəlmanlar qatında hökmü, bir də var Allah qatında hökmü. Əgər insan müsəlmanlar qatında da kafirdirsə, Allah qatında da kafirdirsə, o insan bitib. Firon kimi bir şeydir. İblis kimi bir şeydir. Bu dünyada kafirdir, ahirətdə də əbədi cəhənnəmdədir. Görün, bu bizim ahirətimizə də hökm verir. Yəni, bu xavariclik deyilsə, bax, xavariclik nədir? Çıxıb deməsin ki, yox, mənim qəsdim bu dör idi, mənim qəsdim o idi, Biz sənin qəsdivə baxmırıq, qəlbə girməmişik. Biz sənin zahirvə görə hökm veririk. Sən o dinindən dediyinə görə hökm veririk. Sənin dilinin söylədikləri budur. O ki, qalı onun verdiyi cavab, indi ora keçəcək Allahın izni ilə ki, onun cahilliyi bəyan olsun. Cahilliyi bəyan olmaqdan ötürü verir. Bu əslində, yəni, rəddiyə xarakterli bir cavab deyil. Bu ifşa xarakterli bir cavabdır ki, görün, bu insan xavaricdir, xaricidir. Bunun əqidəsinə baxın, bunun təkfirinə baxın. Görün, nə deyir cavabında? Biz məsələyə baxanda, məsələni incələyəndə, məsələn, İmam Qurtubiyə baxsanız, onun təfsirinə və eyni zamanda müasir alimlərdən Şeyx İbn Bazın bununla bağlı xüsusən fətvası var. Mürtəd olsa belə bir insan, sən ona artıq hökm verilib, yəni İslam qazisi hökm verib ki, bu adam mürtəddir, insanlar da bunu bu formada bilirlər. Onu cəzalandırmaq əmir sahibinə aid olan bir şeydir. Sıradan olan insanlara aid olan bir şey deyil. Yenə eyni şəkildə İmam Qurtubi rahimehullah da bu məsələni izah edərkən eyni şəkildə izah edir ki, bu fərdlərə aid olan bir məsələ deyil, bu əmir sahibinə aid olan bir məsələdir. Fərdə nə düşür bəs? Fərdin etməsi gərəkən şey nədir? Yəni bir kafirə kafir kimi müamilə etməkdir. Yəni məsələn, bir müsəlmanla kafir evlənə bilməz. Bir müsəlman kafirin kəsdiyini yeyə bilməz. Bir müsəlman kafirin cənazəsini qıla bilməz. Yəni dünyalık onunla etmiş olduğu müamilədə onunla bir müamilədir. Amma onun canının, malının, qanının halal olması bu insanlara yansıdıldığı formada deyil. Buna da cavab olaraq deyirik ki, burada özü etiraf edir ki, aramızda olan söhbət əsli müsəlmandan gedir. Çünki mürtəd hökmü müsəlman olub sonradan dindən çıxana verilir. Mürtəd İslam dinindən dönənə deyilir. Əsli kafirə, xristiyana, yahudiyə, zimmiyə və ya muahədə mürtəd deyilmir. Mürtəd olaraq ona hökm verilmir. Özü də burada deməklə, yəni qəbul edir ki, söhbət burada kimdən gedir? Mürtəddən gedir. Müsəlman olub küfr edəndən gedir. Bu bir. İkincisi, deyir ki, bir nəfərə İslam qazisi mürtəd hökmü verəndə, fikir verin, İslam qazisi deyil. Məgər bunlara görə mürtəd hökmünü yalnız qazi verir? Məgər bunların özləri birbaşa hökm vermir qazisiz? Əvvəlki səslər buna sübutdur. Yəni bizi məgər müşrik, kafir adlandırmadı, mürciyə, bəl'am, cəhmi dəvətçiləri adlandırmadı? Yoxsa bu özünü İslam qazisi mi sayır müşrik hökmü verdiyinə görə? Bizim də bunlarla mübarizəmiz elə bunun üstündədir ki,
kim gəldi hökm verə bilməz. Sən qazi deyilsən, hökm verəsən. Üçüncü, burada söhbət İslam şəriətində, İslam hüququnda mürtədin hökmündən gedirdi. Hökmü və cəzanı tətbiq etməkdən getmirdi. Aydındır ki, hökmü yalnız gücü qüdrəti olan əmir sahibləri tənfiz edir. Bunu fərdlər edə bilməz. Necə ki, İbn-i Qudamə Muğnidə bunu zikr edir, alimlərin sözlərini zikr edir. Biz bunu Musayib və Rəddiyəmizdə də zikr etmişik. Biz bunu illərlə öncəki dərslərimizdə də həmişə zikr edirik. İslamda mürtədin hökmü hökm olaraq ölüm hökmüdür. Hökm olaraq ölüm hökmüdür. Peyğəmbərin hədisləri də buna dəlildir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mən bəddələ dinəhu fəqtuluhu. Kim dinini dəyişərsə onu öldürün. La yahillu dem imri'in muslimin illa bi ihda thalatha. Bir müsəlman kişinin qanı yalnız 3 şeydən birində halal olur. Onlardan da biri tərikun li dinihi mufarikun li cemaat. Dinini tərk edib cəmaatdan ayrılan. Bu özü də bunu etiraf edir. Etiraf edir ki, bu hökmü ancaq hakim tətbiq edir, fərdlər deyil. Deməli, mürtədin hökmünün, cəzasının ölüm olduğunu bu özü də etiraf etdiyi üçün deyir ki, bu hökmü ancaq hakimlər tətbiq edir, fərdlər tətbiq eləmir. Biz orada dedik ki, sən hökmü tətbiq eləməlisən və yaxud sən hökmü tətbiq edirsən. Biz də onun hökmünü zikr elədik ki, sən bir nəfərə deyəndə ki, müşrikdir, kafirdir, bu o deməkdir ki, onun qanı halaldır. Artıq o ölüm cəzası yeyir. Bu özü də bunu bilir. Bu barədə bizim əqidəmizi də bilir. Bu insan söz oyunu oynayır bizimlə ya da özünü cəmaata göstərir. Bir də onu demək istəyirəm ki, möhtərəm müsəlmanlar, bəli, bu bizim etiqadımızdır. Biz etiqad edirik ki, hədləri yalnız əmir sahibləri tətbiq edir. Bizim söhbətimiz Azərbaycandakı müsəlmanlardan gelirdi. Sizin onları təkfir etməyinizdən gelirdi. Çünki biz Azərbaycanı müsəlman ölkəsi görürük, Azərbaycan prezidentini də müsəlman hakim olaraq qəbul edirik. Bu işlər hakimlərin sorumluluğudur. Allah bu əhkamları bizdən soruşmayacaq. Amma bu insanın əqidəsində olan qardaşları və bunun əqidəsində olan hocaları və bu etiqadın fikir və babaları belə demir axı. Biz də bu sözləri deyəndə onları nəzərdə tuturuq ki, bu söz buna aparıb çıxardır. Bunun ümumi sözlərinin üstünü açaq. Bilinsin ki, biz kimlərə rəddiyə veririk? Görün nə deyir? Deyir ki, bu əmir sahibinə aid olan bir məsələdir. Sual verirəm bu insana. Sən və sənin hocaların, fikir babalarına görə ümumən əmir sahibləri kimdir? Və xüsusi ilə də Azərbaycanda əmir sahibi kimdir? Hansı əmir sahibləri bu hədləri tətbiq etməlidir? Qoyun özün verim də bunun cavabını. Bunun əqidəsində olanlar, möhtərəm müsəlmanlar, bunun əqidəsində olanlar, bunun hocaları və fikir babaları, misal olaraq Abdülqadir, Abdüləziz, Seyyid Fazıl adı ilə məşhurdur, Məqdisidir, Əbu Qatadədir və s. ilə axirə. Etiqad edirlər ki, hal-hazırdakı şəriətlə hökm verməyən bütün İslam ölkələri küfür, riddə və hərb ölkəsidir. Və orada olan hakimlər kafir və mürtəddirlər. Və əgər hakimlər kafir və mürtəddirlərsə, hədləri tətbiq etmirlərsə, tərk ediblərsə, o zaman tövhid əhli müsəlmanlar, yəni bunun fikrində olanlar həmin hədləri tətbiq eləməlidir, bu hökmləri. Əgər fəsad çıxmayacaqsa. Cəmi fi talabil ilmi şərif kitabında deyir axırlarında. Ona görə də baxın, bunun əqidəsində olanların özlərinin məhkəmələri var. Güya orada Allahın hökmü ilə hökm verirlər. Əslində cahilliklə, hava ilə hökm verirlər. Harca gəldi bu şeylərin hamısı bu əqidənin və bu təkfirin nəticəsidir. Ona görə də sən bizimlə söz oyunu oynaya bilməzsən. Biz danışanda, çəkindirəndə sənin əqidəndə olanların, hocalarının əqidəsində olanların feilindən çəkindiririk. Görün, bu cahilliyinə baxın nədir? Deyir, fərdə nə düşür? Fərdin etməsi gerəkən şey nədir? Yəni, bir kafirə kafir kimi müamilə etməkdir. Yəni, məsələn, bir müsəlmanla kafir evlənə bilməz, bir müsəlman kafirin kəsliyini yeyə bilməz, bir müsəlman kafirin cənazəsini qıla bilməz. Yəni, dünyalıq onunla etmiş olduğu müamilədə onunla bir müamilə edir. Amma onun canının, malının, qanının alması bu insanlara yansıladığı formada deyil. Qardaş, əgər qazi ona hökm veribsə, birinci, qazi də elə o hökmü tənfiz elətdirir. Çünki hakim özü elə ona o səlahiyyəti verib. Onun o hökmü tənfiz etməsi, hakimin tənfiz etməsi deməkdir onu. Baxın, bu məsələdə İmam Buxari öz səhihində bab açıb, Əl-Hakimu yəhkumu bil-qatli alə mən vəcəbə aleyhi dunəl-imam əlləzi fəvqəhu. Hakim
onun üzərində olan, yəni yuxarı rəhbər olmadan qətl hökmünü ona vacib olan kəsə verməsi barəsindədir. Yəni burada Muaz radiyallahu anhudan Əbu Musa radiyallahu anhunun qissəsini gətirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onları Yəmənə göndərir. Birinci Əbu Musa radiyallahu anhunu, sonra Muaz radiyallahu anhunu göndərir dəvət üçün əmir olaraq. Orada görür ki, Muaz radiyallahu anhu bir nəfər yahudi olur, İslamı qəbul edir, sonra dindən dönür. Muaz radiyallahu anhu onun hökmünü tətbiq elətdirir orada. Yəni, vacib deyil ki, yuxarı hakim, dövlətin başçısı bu hökmləri tətbiq eləsin. Yəni, onun təyin etdiyi insanlar, dövlət strukturları bu hökmü tətbiq edir. Necə ki, qazi. Əgər qazi hökm veribsə, zaten hakim o qazini qoyub ki, o qaziləri qoyub ki, onlar hökmü versinlər və tənfiz eləsinlər. Yoxsa hakim, yəni bir hakim milyonlarla insanın hökmünü özü necə verəcək, necə tətbiq eləyəcək? İkinci də cahilliyinə dəlil odur ki, deyir ki, sən onunla deyir, əgər hakim ona qazi, İslam qazisi hökm veribsə, sən ona müşrik müamiləsi eləyirsən. Yəni, əgər kim sənə o mürtədi buraxır, verir ki, getsin, gəzsin, kef eləsin ki, sən ona müamilə eləyəsən. Yəni, əgər bir qazi bir nəfərə mürtəd hökmü verirsə, onu həbs edirlər. İslamda gəlib ki, həbs olunur ki, qaçmasın, qaçıb getməsin. O 3 gün qalır həbsdə, 3 gündə ona dəvət olunur, tövbəyə dəvət edilir. Əgər ondan sonra qəbul etməsə, ona ölüm hökmü tənfiz olunur. Yoxsa səni buraxmırlar ki, sən əlini ayağını sallaya ki, sən ondan, nə bilim, evlənə bilməyəsən, kəsliyi yeyə bilməyəsən. Onun ölüm hökmü tənfiz olunanda da murdar kimi ölür və murdar kimi də cəsədi tullanılır zibilliyə. Yox, bir mescidə gətirib sənə üçün ona namaz da qıldıracaqlar ki, sən onun namazını qılmayasan. Bu da nədir, qardaşlar? Yəni, bu insan həqiqətən, yəni, bu elə bir insandır ki, fikir verin. Yəni, cahilliyin dərəcəsinə baxın ki, yəni, adi primitiv şeyləri İslamda bilmir, durub bizə cavab verir. Sonra da hələ güya ki, İbn Bazdan sitat gətirir, Qurtubidən sitat gətirir. İbn Baz məyəm, yəni, sən dediyin mürciyələr kimi deyil. Sən ki, o şəxsləri mürciyə deyirsən, hansı ki, deyirsən ki, yəni, Allahın hökmü ilə hökm verməyənlərə böyük küfür deyirlər. Onu böyük deyirlər ki, böyük küfür deyir ki. İbn Baz ən çox müasir alimlərdəndir, bu məsələləri rəddiyə verənlərdən. Fətvaları saysız hesabsızdır. Allahın hökmü ilə hökm verməyən hakimləri təkfir eləməməkdə, təfsilat zikr etməkdə, bunun kiçik şirk olmasında, nə vaxt böyük şirk olur, onun şərtlərini gətirməsində. Sənə görə İbn Baz da mürciyə sayılır və sənin o hocalarına görə İbn Baz hakimin alimlərindəndir. Məgər İbn Baz adirləri təkfir edir, kafir görür, yoxsa İbn Baz ən azından heç olmasa İbn Baz deyir ki, məsələdə ixtilaf var. Sən güya İbn Bazdan gətirirsən, İbn Bazdan sitat gətirirsən, sən kimi alladırsan burada? Sonra da fikir verin, görün nə deyir. Bunu insanlara bu formada yansıdıb, insanlara qarşı qışqırtmağa çalışan insanlara gedin sual verin. Deyin ki, siz məgər ateistləri təkfir etmirsiniz? O insanlara sual verin. Deyin ki, siz yahudiləri təkfir etmirsiniz? Yəni, nə qədər ateistlər var, deistlər var, qiyamət gününü inkar edən insanlar var, yahudilər var. Siz məgər bunlara müsəlman deyirsiniz? Deyəcəklər ki, xeyr, yahudi də kafirdir, ateist də, deist də və s. bunlar da kafirdirlər. Bəs onlara sual verin. Eyni şəkildə sizə ki, necə bu sualı ünvanlandırıblar, siz də bu sualı onlara verin. Onda belə çıxır ki, sən yahudilərin canını, malını, qanını özünə halal görürsən, eyni şəkildə sual ver. De ki, sən ateistləri təkfir etdiyin zaman, ateistlər kafirdir dediyin zaman, sən onların canını, malını, qanını özünə halal mı görürsən? Onun sənə verəcəyi cavab, yəni yaxlaşıq sənə 40 dəqiqəyə yaxın bir cavab verəcək. O cavabı verdikdən sonra ondan rica et ki, o yazmış olduğun səsi ged evdə bir daha dinlə. O sənin bizə vermiş olduğun sualın cavabı eynisə sənin üçün də keçərlidir. Yəni sənə gəlincə məsələ olar, bizə gəlincə məsələ olmazmı yəni? Bu sözünə də cavabım budur ki, birinci burada söhbət mürtədin hökmündən gedir, əsli kafir olandan, zimmidən və ya muahəddən getmir. Mən onlar barədə danışmamışam. Müsəlmana qeydsiz, şərtsiz kafir hökmü verənlər barədə danışmışam. Belə görsənir ki, bu öz fikir babaları kimi ya bunların arasında fərq qoymur, ya da bizimlə söz oyunu oynayır. Yəni, subhanallah, həqiqətən bu cahillikdir. Yəni, insan ağzını açanda cahillik tökülür ağzından. Yəni, biz yaxşı zənn eləyək bu barədə ki, bu insan əsli kafirlə mürtəd kafirin arasındakı fərqi bilmir. Bilmədiyinə görə də çıxdı tez bazar, aha fərmanda nəsə səhv tutdum, tez buna rəddiyə verim. Əgər sən İslamdan çıxanın qanını, malını, canını halal görürsənsə, deməli, Azərbaycanda yaşayan əsli kafirlər də var, yahudilər də var, nə bilim, ateistlər də var. Sən belə çıxır ki, ya bunları
müsəlman görürsən, əgər sən bunları müsəlman görmürsənsə, özün də kafirsən, ya da kafir görürsən və kafir görürsənsə, deməli bunların da canın, malın, qanın halal görürsən. Subhanallah, bu barədə yaxşı zənn eləyək ki, bu öz fikir babalarının rəyində deyil, sadəcə olaraq bu cahildir, bu məsələnin fərqinə varmır. Bu iki növ kafirin arasında fərqi seçə bilmir. Belə zənn eləsə, yəni buna yaxşılıq babından, müsəlmana barəsində yaxşı zənn babından bu barədə belə zənn eləyək ki, ən azından bu insan cahildir ki, yəni bu ikisinin arasında fərq qoymur. Çünki möhtərəm müsəlmanlar, yəni bildiyimiz kimi kafirlər iki qismdir. Biri İslamı qəbul eləyib İslamdan dönən, mürtəd olan kafir, bizim söhbətimiz də həm Musayevə, həm burada olan söhbətimiz də bu kafir barəsindədir. Hansı ki, bu özü də təsdiqləyir ki, əgər bir müsəlmana qazi mürtəd hökmü verərsə. Və biri də var, əsli olan kafir, hansı ki, heç İslama girməyib. Bunun da növləri var. Bunun növləri var, muharib olan kafir var, hansı ki, müsəlmanlarla onların arasında hərb var, heç bir anlaşma yoxdur. Və kafirlərin növləri var, zimmi kafirlərdir, hansı ki, müsəlman ölkəsində yaşayıb müsəlmanlara vergi cizyə ödəyən kafirlərdir. Və kafirlərin növləri var, muahəd olan kafirlərdir, hansı ki, müsəlmanlarla onların arasında əhd, peyman, sülh olan kafirlərdir. Və kafirlər var, müstəmən olan kafirlərdir, hansı ki, müsəlman ölkəsinə təhlükəsizlik zəmanəti ilə əhd peymanla girən kafirlərdir. Və bu ümumən müstəməndir, zimmidir, muahəddir. Bunlar hamısı müsəlmanlarla əhd bağlayan kafirlər qisminə daxildir ki, bunların qanı, manı, canı haramdır. Peyğəmbər sallallahu əleyhi və səlləmdən bunlar barədə hədislər varid olub ki, kim zimmini öldürərsə cənnətin iyini duymaz, kim muahədi öldürərsə cənnətin iyin duymaz. Və bunların əhkamları da fərqlidir mürtəd olan kafirdən. Zimmilər də kimlərlə zimmə əhdi bağlanır? İttifaqla əhl-i kitabdır, Yahudidir, Nəsranidir, bunlara Quran dəlalət eləyir və bir də məcuslardır, bunlara sünnə dəlalət eləyir. O ki, qaldı qeyri əhl-i kitab, istəyir onlar bütpərəstlər olsun, istəyir ateistlər və s. olsun, dinsizlər olsun, əksər alimlərin rəyinə görə və səhih görüşdə budur, Şeyxülislamda və İbn Qeyyim də bu rəyin üzərindədir ki, onlarla da zimmət əhdi bağlanır, əhd peyman olunur onlarla. Yəni, bunlarla sən mürtəd kafiri eyni tutmaq və demək ki, əgər sən bunlara da kafir görürsənsə, deməli, bunların da canın, malın, qanın halal qoyursansa, ən yaxşı bu barədə zənn budur ki, bu cahildir, bunların arasında fərq qoymur. Ya da ki, bu da öz şeyxlərinin, öz fikir babalarının rəyindədir. Zimmilərlə mürtəd kafirlərin arasında fərq odur ki, zimmilərin qanı, canı, malı haramdır. İstəyir əhli kitab olsun, istəyir qeyri-əhli kitabdan olan zimmilər olsun. Amma hədisləri də zikr etdik. Peyğəmbər sallallahu əleyhi və səlləm mürtədlər barəsində nə deyir? Mən bəddələ dinəhu fəqtuluhu. Dinini dəyişdirəni öldürün. Bu kimə aiddir? Hakimlərə aiddir. İkinci fərqlərdən biri odur ki, zimmi öz dini üzərində, öz əqidəsi üzərində qalıb Allaha ibadət edə bilər, amma mürtəd qalıb Allaha ibadət edə bilməz. Üçüncü fərqlərdən biri odur ki, zimmi əgər əhli kitabdırsa, onun qadınları ilə müsəlmanlara evlənməyə icazə verib Allah Quran-ı Kərimdə. Əgər mürtədə gəldikcəsə, mürtəd İslamdan çıxıb, əhli kitabın dininə girsə belə, həmin qadınla evlənmək caiz deyil. Əgər qadındırsa mürtəd. Üçüncü fərqlərdən biri odur ki, zimmi əhli kitabdandırsa, onun kəsdiyinin yemək halaldır, necə ki Allah Teala Quranda onların kəsdiyini halal buyurur. Amma İslamdan çıxan mürtəd əhli kitaba girsə belə, onun kəsdiyi haramdır. Başqa bir fərq odur ki, əgər muharib kafirlər İslam ölkəsinə hücum eləyərsə, zimmi də müsəlmanlarla bir yerdə öz vətəndaşlığın yerinə yetirib, vətən müharibəsində iştirak eləyə bilər, müsəlmanların torpağını müsəlmanlarla bir yerdə qoruya bilər. Amma mürtədə bu caiz deyil, mürtəd bu eləyə bilməz. Hətta Əbu Bəkir radiyallahu anhu mürtədlər tövbə etdikdən sonra belə onları cihada almadı. Gözlədi ki, görüm onlar öz o tövbələrini təsdiqləyirlər yoxsa yox. Yəni bunların arasında İslam fərq qoyub. Bu insan bunların arasında fərq qoya bilmir. İndi elə bilir ki, nəsə səhv tapıb, çıxıb tez cavab verəcəm ki, aha, əgər sən bunları kafir görürsənsə, deməli qanın, malın, canın halal görürsən, onda sənin verdiyin 40 dəqiqə cavab sənin özvə rəddiyədir. Bəlkə də yağın bu insan belə bir cavab gözləmirdi. Allah bu islah eləsin. Çünki zimmilərin qanı, malı, canı heç hakimə belə halal deyil. Bir o şərtdə hakim onları cəzalandıra bilər ki, onlar özləri o
əhdi vəfanı, əhdi peymanı pozalar, müsəlman ölkəsinə xəyanət edələr. Yoxsa onların qanı, manı, canı nəinki halal deyil, hətta hakimə onların qanın, canı, malın qorumaq vacibdir. Amma mürtəd belə deyil axı. Mürtədi hakim öldürməlidir, amma zimmə əlini hakim qorumalıdır. Baxın, subhanallah. Zimmilərin İslam ölkəsində hüquqları var. Amma mürtədlərin belə hüququ yoxdur axı. İkincisi, burada söhbət İslamın hökmündən gedir. Bu barədə hökmü tətbiq etməkdən getmir. Hökmü tətbiq etmək hakimlərə aiddir. Necə ki, bunu qeyd etdik. Üçüncü, biz etiqad edirik ki, Azərbaycanda yaşayan kafirlər, istər əsli Azərbaycanlı zimmi kafirlər olsun, istər sonradan gələn müahad kafirlər olsun, onların qanı toxunulmazdır. Peyğəmbərin hədisinə görə ki, kim bir müahadı öldürərsə cənnətini yin duymaz. O ki, qaldı mürtəd kafirlərə, onların hökmünü tətbiq etməkdə biz yükümlü deyilik, hakimlərə aiddir. Bunu biz etiqad edirik. Biz. Niyə? Çünki biz Azərbaycanın müsəlman ölkəsi, Azərbaycan hakimini də müsəlman hakim görürük. Və onun kafirlərə verdiyi əminamanı, toxunulmamazlıq zəmanətini müsəlmanların boynunda vacib olduğunu etiqad edirik. Amma Azərbaycanı təkfir edib küfür və riddə ölkəsi sayan, hakimləri səni kimi təkfir edən, qardaşların və hocaların belə demir axı. Baxın görün, bunların fikir babaları İslam ölkələrini və hakimlərini təkfir etdikdən sonra hansı nəticəyə gəlib çıxıb? Bax, biz bu nəticələrdən çəkindiririk. Baxın görün nə deyir? Seyid Fadıl, hansı ki bunların fikir babalarından sayılır. Deyir ki, تأشيرة الدخول فيزا من السلطة الحاكمة بهذه البلاد وهذا لا يعتبر أمانا له يعصم دمه وماله بهذه البلاد لصدور هذا الأمان من كافر مرتد وهي السلطة الحاكمة المرتدة التي ليست لها ولاية شرعية على المسلمين وأمان الكافر للكافر غير ملزم للمسلم. El-Cami kitabının 653-cü səhifəsində deyir ki, belə ölkələrin, yəni şəriətlə hökm verməyən ölkələrin, bu mürtəd, kafir ölkələrinin hakimiyyətindən alınan giriş vizası təhlükəsizlik zəmanəti sayılmır ki, bu ölkədə onun, yəni ölkəyə gələn kafirlərin, müahadların, istəyir bu səfirlik işçiləri olsun, müsəlman olmayan, istəyir turistlər və s. olsun, deyir ki, bu ölkədə onun qanını və malını qorusun. Yəni, təkrar edirəm. Bu ölkələrin hakimiyyətindən alınan giriş vizası təhlükəsizlik zəmanəti sayılmır ki, bu ölkədə onun qanını və malını qorusun. Çünki bu zəmanət mürtəd kafirdən, yəni müsəlmanlar üzərində şəri hakimiyyəti olmayan mürtəd hakimiyyətdən gəlir. Kafirin kafirə verdiyi zəmanət isə müsəlman üçün məcburi deyil. Görün nə deyir? Yəni bu fikirdə olanlar, bu insanın fikir babaları bu etiqaddadır. Biz bu etiqadda deyilik. Və biz də çəkindirəndə, yəni qeydsiz, şərtsiz təkfirdən çəkindirəndə bu fikirlərdən çəkindirdik. Əgər bu da bu əqidədə deyilsə, niyə cavab verməyə ehtiyacı duyurur özündə? Baxın, başqa yerdə görün nə deyir. Başqa yerdə deyir ki, Seyid Fadıl, Abdülqadir Abdüləziz, bi isqatil cizyəti ən əhl-i kitab, birinci müahadlara olunan hökm idi. Ölkəyə gələn qeyri-müsəlmanların hökmü. Deyir ki, onlara verilən viza, zəmanət vizası sayılmır. Subhanallah. Deyir ki, bi isqatil cizyəti ən əhl-i kitab və musavvatihim bil muslimin bimə yəni müxalifətə şurutil umariyyə yakunu ahduhum qad intəqad və adu kuffaran muharabin. Əhl-i kitabdan cizyənin götürülməsi və onların müsəlmanlarla bərabər tutulması, yəni Ömər şərtlərinə zidd davranılması, onların əhdlərinin pozulması deməkdir. Bu halda onlar yenidən müharib kafir sayılırlar. Və sonra deyir ki, Şövkəni deyir ki, Subutu zimməti ləhum məşrutun bi təslimil cizyəti və iltizami mə əzəməhum bihil muslimunə minəşşurut fə izə ləm yəhsulul vəfau bi məşşurtə aleyhim adu ilə mə kənu aleyhi min ibahəti diməi vəl-əmvali və həzə mə'lumun leysə fihi xilaf. Deyir ki, Şövkəni belə demişdir, alimlərin sözünü də təhrif edir. Baxın, onların zimmi statusunun sabit qalması, cizyəni vermələri və müsəlmanların onlara yüklədiyi şərtlərə əməl etmələri ilə bağlıdır. Əgər onlara qoyulan şərtlərə riayət edilməzsə, onlar yenidən əvvəlki halına qayıdaraq qanları və malları mübah olar, yəni caiz olar.
Bu məlum bir məsələdir və bunda ixtilaf yoxdur. Sonra görün Şevkani sözündən sonra özü nə deyir? Deyir ki, səvəən kən intiqadu ahdi zimməti min cihətihim əv min cihətil hakimil kafir. Deyir ki, bu istər onların özlərindən öhdəliklərin, yəni zimmilərin özlərindən öhdəliklərin pozulması ilə olsun, istərsə də kafir hakim tərəfindən baş versin, nəticə dəyişməz. Sonra deyir ki, Seyyid Fadıl, əsrin xavarici, fəl-kafiru la ya'simu nəfsəhu və mələhu minəl muslimin illə əmanun mu'təbəru min cihətihim fə-izə udiməl əman səqatat ismətuhu və həzə misalun limə vəqa bişəttə bil-buldanil muslimin. Deyir ki, çünki kafir yalnız müsəlmanlardan gələn etibarlı bir təhlükəsizlik zəmanəti ilə öz canını və malını müsəlmanlardan qoruya bilər. Əgər belə bir zəmanət olmazsa, onun qorunması düşər və sonra deyir ki, bu müxtəlif müsəlman ölkələrində baş verən hadisələrə bir nümunədir. Əl-Cami fi Talibil İlmi Şərif 1057-ci səhifəsi. Subhanallah, fikir verin. Yəni, bütün müsəlman ölkələrindəki zimmilərin, muahədlərin qanını da halal görür bu fikir. Yəni, Seyyid Fadıl, Mühəmməd ümmətindən olan insanların hamısını kafir sayır və təkfirin ardınca da qanların halallaşması gəlir. Yadına düşür ki, zimmi əhli olan bir tayfa var ki, hələ də onların qanı haramdır. Bu isə onun qəzəbini də avlandırır və təkfirçi təbiətinə ziddiyyət təşkil edir. Ona görə də üzünü onlara çevirib oxlarını onlara yönəldir. Seyyid Fadılın bu sözünə cavabımız bir neçə tərəfdəndir. Birinci, əhdlərə vəfalı olmaq və zimmilərin haqqına toxunmaqdan çəkindirmək barədə çoxlu hədislər var. Bu istər bəzi İslam ölkələrində olduğu kimi yerli zimmilər olsun, istərsə də müsəlman ölkələrinə əhd və zəmanət ilə daxil olanlar olsun, hamısını əhatə edir. Lakin Seyyid Fadıl və onun fikrində olanlar bu hədislərə əhəmiyyət vermədilər. Onlardan biri də Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisidir ki, kim bir müahidə, yəni müsəlmanlarla əhd bağlamış qeyri müsəlmanı öldürərsə, cənnətin iyini belə duymaz. Halbuki onun iyi 40 illik məsafədən duyulur. İkinci, əhd və zimmənin əsası, yəni zimminin başa düşdüyüdür. Bu alimlərin çoxunun sözdür. İbn Abdülbar rəhməhullah deyir ki, hər bir müharib kafirin təhlükəsizlik təminatı kimi qəbul etdiyi hər bir şey, istər söz, istər işarə, istər icazə olsun, bizim dövrümüzdə də istər viza olsun, o qorunma, təhlükəsizlik zəmanəti sayılır və bütün müsəlmanların ona vəfa etməsi vacibdir. Bunu istisqarda zikr edir. Üçüncü, zimminin güvənlik təminatını salmaq isə onun xarici usulundan qaynaqlanır. Yəni, Seyyid Fadıl xavariciliyinə görə dedi ki, zimmilərin qanımalı halaldır. Bu fikrə görə dedi zimmilərin qanımalı canı halaldır. Nə vaxt ki, dünyavi qanunlarla hökm edən müsəlman hakimləri təkfir etdiyi, təkfirdən sonra da qanın, malın, canın halallığı gəlir və onların da belə canın, malın, qanını yenədir, halal gördü. Necə ki, açıq aydın bəyan edir. Deyir ki, kafiri deyir, kafir heç özün deyir, qoruya bilməz. O ki, qaldı deyir, başqa kafiri qorusun. Dördüncü, əgər lap cədəl və mübahisə üçün fərz etsək ki, amanı, yəni zəmanəti verən şəxs müsəlman deyil, bu halda belə, bu məsələ haqqında alimlərimiz danışıblar. Bu halda belə onun qanı dərhal halal olmaz. Əbuzər rəhməlullah deyir ki, əgər zimmi müsəlmanlarla birlikdə, yəni kafir birisi, müsəlman ölkəsində yaşayıb, müqavilə ilə qorunan qeyri-müsəlman, müsəlmanlarla birlikdə döyüşsə və kiməsə təhlükəsizlik zəmanəti versə, dövlət başçısı istəsə, bu təhlükəsizlik zəmanətini təsdiqləyər, istəməsə, onu öz əmin olduğu yerə geri qaytarar. Necə ki, bunu Fəthül Bəridə İbn Rəcəb 9-cu cildin 444-cü səhifəsində zikr edir. Bu əsası da dövrün xavaricilərinin başçısı olan Seyyid Fadıl qoyub. Biz rəddiyə verəndə bunlara rəddiyə veririk, zimmilər. Onu mənə demə, onu fikir babalarına denənsən. Onun ardı ilə də müasir dövrün əksər xavaric nəzəriyyətlər də gedib. Tək o deməyib, onun dalıyca gediblər. Bu fikirdə olanlar onun dalıyca gediblər. Bu mövzuda risalələr yazıblar, kitablar yazıblar. Onlardan biri baxın, internetdə də var. Adın yazsaz çıxacaq. İrşadul Həyara ilə İbahəti Dima'in Nəsara fi Cəzirətil Arab. Heyrət və çaşqınlıq içində olanlara nəsranilərin qanlarının hizazda mübah olmasına dair irşad. Digəri isə Bəra'ətul Muvahhidin min uhudit tavağiti və əmanil mutəddin. Muvahhidlərin
tağutların əhdlərindən və mürtədlərin zəmanətlərindən, amanlarından bəri olmaları kitabı. Bu da Əbu Muhammed Məqdisiyindir. Fikir babalarınız. Bu fikirdə olanların babaları. Tağutların. Sən hakimlərə tağut demirsən, bu da hakimlərə tağut deyir. Seyyid Fadılın sözü isə əslində alimlərin sözlərini təhrif etməkdir. Çünki alimlərin bu babdakı sözlərinin hamısı bu məna üzərindədir. Nə vaxt zimmilərin əhdi pozular? Əhd yalnız onların tərəfindən pozulduqda onlar müharibəçi hökmünə girirlər. Bu vaxt müharibəçi hökmünə girərlər. Bu da xəlifə Ömər bin Əbdülxattabın sözlərinin məzmunudur. O da cəza mahiyyətindədir. Məsələn, cizyəni ödəməkdən imtina etdikləri, yaxud İslam dövlətinə xəyanət etdikləri zaman, necə ki, Bəni Qureyzə ilə baş verir. Necə ki, yaxın vaxtlarda da bizdə bu baş verdi. Zəmanət verilən zimmi bir erməni Xan kəndində əhdi zəmanəti pozdu. Azərbaycan vətəndaşıdır. Ölkə ona zəmanət verib, vətəndaşlıq verib. Kafir olsa belə zimmidir. Onun qanı, malı, canı haramdır. Lakin o özü bu zəmanəti pozdu. Təxribat törətdi. Polislərimizə atəş açdı. Polislərimiz də onu yaraladı. Həbs elədilər. Bu, belə bir insanlar, zimmilər nə vaxt zimməti düşür? Təhlükəsizlik zəmanəti düşür. Əgər özləri o zəmanəti pozarlarsa. Bu Seyyid Fadıl isə yaxşı bilir ki, onun dedikləri alimlərin sözlərinə ziddir. Amma buna əhəmiyyət vermir. Onun bu həqiqəti bildiyinə dəlil isə öz sözüdür. Görün nə dedi? Dedi ki, istər zimmə əhdinin pozulması onların tərəfindən olsun, istərsə də kafir hakim tərəfindən. Yəni, hakimi də əlavə etdi özündən. Şövkəninin sözlərindən də anlaşılan budur ki, əhdin pozulması yalnız onların özlərindən baş verdiyi zaman zimmə əhdi düşər. Təhlükəsizlik zəmanəti düşər. Yalnız özləri pozarlarsa. Buna dəlalət edən isə Şövkəninin bu sözlərindən sonraki sözüdür. Görün nə deyir? Deyir ki, İzə kənəl intiqadu min cəmi'ihim fəəmruhu vədihun. Əgər onların hamısı tərəfindən əhd pozularsa, yəni zimmilərin hamısı tərəfindən əhd pozularsa, bu açıq aydındır. Və əmmə izə kənə min ba'dihim fəleysə aləl-əxarinə illə mübəyənətuhum. Amma yalnız bir qismi tərəfindən olarsa, digərlərinin üzərinə yalnız onlardan ayrılmaq düşər. فَإِلَّمْ يَفْعَلُوا لَمْ تَكُنْ مُجَرَّدُ الْمُخَالَطَةِ نَقْدًا لِأَحْدٍ مَنْ لَمْ يَنْكُثْ. Əgər ayrılmazlarsa, sadəcə onlarla ünsiyyətdə olmaq, əhdini pozmamış olanların əhdlərini pozmaq sayılmaz. İllə ən yəzhara minhumur-ruğa bizəlikən-nəks vəl-muvafaqatu lin-nəksin. Ancaq onlardan bu pozuntuya razılıq göstərdikləri və əhdi pozanlara müvafiq olduqları açıqca bəlli olarsa, onda onlar da eyni hökmə daxil olarlar. Baxın, burada görün, yəni bunu fikirdə olanların etiqadıdır bu. Biz zimmi əhlinin qanın, malın, canın haram görürük. Çünki Azərbaycanı müsəlman ölkəsi görürük, Azərbaycan hakimi, müsəlman hakimi görürük. Sən və sənin fikrində olanlar Azərbaycanı müsəlman ölkəsi görür. Azərbaycan hakimini bəyəm müsəlman ölkəsi görür. Görməyənlər, baxın görün nə deyir. Beləcə də Böyük Alimlər Komitəsinin təkfirin təhlükəsi barəsində bəyanatı var. Allahın izni ilə o da tərcümə eləmişəm. Yayacam, baxın, görün alimlər nə üçün təkfirdən çəkindirir, haqsız yerə təkfirdən çəkindirir, haqsız yerə təkfirin nəticələrindən çəkindirir. Və son olaraq demək istəyirəm ki, bir neçə ay bundan öncə Nadir qardaşdan bu insan barəsində soruşulub. Ömər Abdülhanim barəsində. Və Nadir qardaş da adı səhv saldığı üçün deyib ki, o insan əşaridir. Həqiqətən qardaş adı səhv salıb. Bu insan çıxdı, bağırdı, mən aşari deyiləm və s. və əl-axir. Nadir qardaş da bir müsəlmana, elm tələbəsinə yaraşır şəkildə dedi ki, mən adı səhv salmışam, o qardaş əşari deyil. Bu çıxdı, təzədən dəst buraxdı ki, Mədinə tələbəsi tələbəyə layiq şəkildə hərəkət elədi. Bir şey demək istəyirəm ki, birinci Nadir qardaş Mədinə tələbəsi deyil, Məkkə tələbəsidir və Nadir qardaş özü söz göndərdi ki, onu oradan silsin. Mən Mədinə tələbəsi deyim, lakin bu insanın səmimiyyətsizliyinə dəlalət edir ki, onu dəyişib Məkkə tələbəsi etmədi. Və sonra Nadir qardaş bu insanın mənim burada qoyduğum bəzi səslərini göndərdi ki, bu insan onsuz da doğru yolun yolcusu deyil. Biz belə insanlara sadəcə olaraq baş qoşmuruq. Baş qoşsaq, bu səslər bunun zəlalət əhli olmasına kifayət edir. Həmin insan nə etdi, möhtərəm qardaşlar? Xəbər göndərdi ki, güya bu insan bu sözlərindən tövbə eləyib və dərhal həmin o dərsləri YouTube kanalında olan həmin o dərslərin bağladı. Və mən də bu rəddiyəni verməmişdən qabaq, həqiqətən həmin o YouTube kanalına girdim ki, o dəvət əhli kanalındakı bu dərsləri götürüm,
Bu dərsləri tapmadım, bağlanmışdı. Çünki linkləri qalmışdı Nadil qardaşda. Açdıq gördük ki, bağlıdır. Bir-iki dənə qalıb o ey müsəlman təkfirdə həddi aşma. Orada da özün gizlədər şəkildədir. Bu barədə demək istəyirəm ki, birinci bu insanın bu dərsləri dərhal YouTube kanalında bağlaması ona dəlalət edir ki, bu insan özünün azğınlığını qəbul edir. Əgər səhv olmasaydı, azğın yolda olmasaydı, xavariz yolunda olmasaydı, o dərsləri bağlamazdı. Deyərdi ki, yaxşı eləmişəm, düz danışmışam, mənim əqidəm budur. 8 ildir o dərslər oradadır. 8 il müddəti var o dərslərin. O dərsləri dərhal bağladı. Güya tövbə edib. Dərsləri bağlaması dəlildir ki, özü öz azğınlığına, öz feili ilə dəlil sübut edib. Tövbə etməməsinə də dəlil odur ki, həmin o dərsləri YouTube kanalında bağlasa da Facebook səhifəsində bağlamayıb, dəvət əhli səhifəsində bağlamayıb. Mən onun bu səslərini də onun Facebook səhifəsindən, dəvət əhli səhifəsindən götürmüşəm. Və bu insan tövbə etməyib. Tövbə etməməsinə də dəlil odur ki, çünki Allah Teala buyurur ki, İllellezine tabu və aslahu və beyyanu fe ulaika atubu aleyhim. Yalnız tövbə edib, islah edib, bəyan edənlər istisnadır, mən onların tövbələrini qəbul edirəm. Yəni, bidətdən tövbə etməyin şərtləri var. Birinci, tövbə eləməlisən. İkinci, islah eləməlisən. Üçüncü, bəyan eləməlisən. Harada islah eləyib, tövbə eləyib, islah eləyib. 8 ildə o dərslər orada insanlara bələm deyir, cəhmi dəvətçiləri deyir, müşrik deyir, müşriklərin hökmündəsiz deyir, İslamdan öz bağınızı ayırmışsınız, Allah qatında da onlarla eyni hökmündəsiz, murciyə dəvətçiləri, murciyələr deyir. Harada bəyan eləyib tövbəsini, harada bəyan eləyib? Və harada islah eləyib, çıxıb deyib ki, yox qardaşlar, bu Mədinə tələbələri nə murciyə deyirlər, nə cəhmi dəvətçiləri deyirlər, nə bələm deyirlər, nə müşrik kafir deyirlər. Harada çıxıb deyib, heç harada. Əksinə, bu fikirlərə, rəddiyə verənlərə qarşı düşmən kəsiliblər. Necə ki, biz bu fikrə, bu təhlükəyə rəddiyə verdik, bu fikrin gərəksizlikləri şeyləri bəyan etdik və bu fikrin, fikir babalarının sözlərini indi sizə nəql etdik, bu təhlükələri nəql etdik, bizə durub kişi rəddiyə verir, yox, belə deyir, elədir. Və sonunda da deyirəm ki, Allah Teala bu insanları, bunun əqidəsində olan insanları islah eləsin. Allah bizim qardaşlarımızı islah etsin ki, yəni, belə bilinməyən insanlara qulaq asır, gözəl çıxışlarına görə, nə bilim, təmtəraqlı danışdığına görə nə olduğunu bilinməyən insanlara qulaq asır. Və sonunda da deyirəm ki, inşallah ki, usta təkfirçiyə rəddiyələrimiz davam eləyəcək. Yəni, bunun kimi insanlara, xavarizlərin ətbalarına rəddiyə vermək bizim yolumuz deyil. Yəni, biz bunların fikir babalarına rəddiyə verdik. Ona görə də, yəni, bu rəddiyə, ifşa xarakterli rəddiyə idi. Allah Teala bizi istifadələrdən etsin. Allah Teala qardaşlarımızın gözünü açsın. Subhanakallahumma və hamdik. Əşhədu an la ilahe illə ent. Estağfiruka və etûbü ileyk. İnşallah eğer Allah subhanahu ve teala kısmet ederse yepyeni bir derse başlıyoruz. Öyle değil mi? Başlayacağımız kitabın adı El-Cami' fi Talebil İlmi Şerif. İlim talebinde cami, toplayıcı bir kitap. Kitabın ismi İlim talebinde toplayıcı bir kitap. Kitabın yazarı Abdülkadir İbni Abdülaziz. Bu kendisi Mısırlı olan bir alim. Mısır'da doğmuş, Mısır'da büyümüş, gençlik yıllarını Mısır'da geçirmiş. Daha sonra kendisi aslen tıp mezunu. Tıp okurken Mısır'ın genelde en kaliteli alimleri biliyorsunuz. Tıp fakültesinden mezun oluyorlar. Yasir Bürhami tıp, Ahmet Ferit tıp, İsmail Mukaddem tıp. Ondan sonra genelde böyle ezberden pek doğru düzgün adam çıkmaz. Genelde ya tıp ya edebiyat fakültesinden çıkar. Bu alim burada ilim öğrendikten sonra kendisi genelde böyle mescitlerde itikafa çekilmek suretiyle ilim okuyor. Belli bir süre sonra da burada işte olaylar patlak verince ve dünyada Afganistan'da özellikle olaylar başlayınca Afganistan'a gidiyor. İşte ve bu son zamanlara kadar da hep Afganistan'da bir fiil cihadın içerisinde olan bir alimdi. Bu Afganistan cihadının en önde gelen isimlerinden, en parlak alimlerinden, en parlak müftilerinden bir adamdı. Daha sonra 90'lı yıllarda bu ilk kitabını çıkardı. El-Umde fi A'dadil Udde diye cihada hazırlıkta umde olan kitap adı altında cihad fıkhı ile ilgili cihada nasıl hazırlanırız, cihadın ehemmiyeti nedir, cihatta insanı yapması gereken şeyler nelerdir diye bir kitap yazdı. Ondan biraz daha sonra işte bu kitabını çıkardı. El-Cami' fi Talebil İlmi Şerif.
Kitabı şöyle de isimlendirebiliriz biz. İlim talebinde menheç. Yani ilim talebinde menheç. Nasıl menhecimiz nasıl olacak diye böyle bir kitap yazmış. Yazar Allah kabul etsin ondan ve tüm Müslümanlardan uzun seneler cihad ettikten sonra Afganistan'da özellikle yaşadığı bazı sorunlardan dolayı Afganistan'ı terk etmiş. Yemen'de yakalandı. Bundan 3-4 sene önce veya 2-3 sene önce Yemen'de yakalandı. Daha sonra Yemen onu Mısır'a teslim etti. En sonunda akıbetinin ne olduğu belli değil zaten. Yani Mısır onu ne yaptı? Aldı mı? Vurdu mu? İşte şehit mi etti? Hapiste mi dağda? Kimsenin haberi yok. Bu yazarın bir özelliği Umde kitabının Mısır'da cezası 5 sene. Camiyi yakalasalar zaten perişan ediyorlar. Hiç sene yok. Yani bu elimizde olan kitabı yakalasalar bunun senesi yok zaten. Bu bize neyi gösteriyor? Bu bize gösteriyor ki bu kitap muvahhidlerin yanında kabul görmüş 2 kitapta. Ve ikincisi kafirler de bu kitaptan nefret etmişler. Yani demek ki bu kitapta gerçekten faydalı şeyler var. Veya bu kitaplar insanları bir yere getirmişler. Bazı insanları bazı amellere itmişler. Okuyanlarda bazı değişiklikler görülmüş. Ne yapmış? Ondan dolayı tağutlar bu kitabı kendilerine düşman edilmişler. Aynı zamanda kitap Arap dünyasında çok yakından tanınan bir kitap. Özellikle devletlerin çok yakından tanıdığı bir kitap. Ve şeyh de, yani bu kitabını okuyacağımız alim de kitapları insanların mektebesinde görüldüğü zaman kendilerine bir fikir nispet edilen şeyhlerden. Yani nasıl ki mesela bugün diyelim polis Arap bölgesinde bir eve girerse ve adamın kütüphanesinde Ebu Muhammed el-Makdisi'ye ait bir kitap görürse veya Ebu Katad el-Filistini'ye ait bir kitap görürse bu adamı direkt ne diye götürüyorlar? Cihatçı işte, Selefi işte veyahut da işte ne bileyim. Yani devlet düşmanı diye götürüyorlar. Hiç bir şey yapsın veya yapmasın. Bu şeyh de onlardan biri. Ve zaten bu fikrin dünyada yani ehl-i sünnet menheci üzerine tekrardan cihat, tekrardan diriliş fikrinin veyahut da başka bir isimle mesela bugün dünyada işte siyah sancağı kaldıranlar, bugün dünyada Müslümanların namusunu savunanlar, işte Afganistan'da, Çiçenistan'da, ondan sonra Irak'ta özellikle Müslümanların fikir babalarından ne? Fikir babalarından bir Müslüman. Yani bu şeyh de diğer 2-3 tane şeyh gibi bu meselenin fikir babalarından.